Salam uşaqlar, bugünkü mövzumuz çoxluqların birləşməsi. Səhifə 12-13. Başlayaq dərsimizə. Uşaqlar, çoxluqların birləşməsi nədir? Sizinlə çoxluqların kəşfməsini keçdik. Kəşfmə nə idi? Ortaq olanlar nəzərdə tutulurdu, düzdürmü? Və uşaqlar, kəşfmənin işarəsi dedi ki, bu formada təyin olunurdu. Bu oldu bizdə kəşfmə. Bir də uşaqlar, bugün keçəcəyik çoxluqların birləşməsi. Birləşmə nədir? Yəni birləşdirmək, hamısını bir yerə qatmaq, birləşdir. Məsələn, deyəndə ki, tutaq ki, bununla bunu birləşdir. Birləşdir deyəndə uşaqlar bəş-bəş birləşdirirsinizsə, düzdürmü? Hamısını bir yerdə edirsiniz, düzdür? Deməli, deyirəm ki, tutaq ki, belə bir nümunə deyək. Deyirəm ki, riyaziyyatdan hazırlığa kimlər gedir? Aytən, Səma, İlkin. Riyaziyyatdan hazırlığa bunlar gedir. Deyirəm, bəs az dillə hazırlığa kimlər gedir? Orxan, Ayxan, Səma. Səma eyni Səmadır. İngilis dilindən az dilindən dedik də bu yox. Az dilindən hazırlığa gedir. Aha, az dilindən də oldu bunlar. Uşaqlar, deyirəm ki, riyaziyyatdan bunlar gedir, az dilindən bunlar gedir. Deyirəm ki, tutaq ki, mən bugün gələ bilməyəcəm. Az dil müəlliməsindən xahiş edirəm ki, zəhmət olmasa birləşdirə bilərsiniz. Birləşdirəndə uşaqlar, hər bir uşağı bir yerdə, bir otağa yığır. Deyirəm ki, bir otağa yığdı. Onda bir otağa yığanda hansı uşaqlar olacaq? Aytən, birinin elementlərini yazıram. Aytən, riyaziyyatın elementlərini yazıram. Səma, İlkin. Aha. Sonra baxıram az dilinin elementlərinə. Orxan. Orxanı yazmışam mı? Xeyr. Ayxan. Ayxanı yazmışam mı? Xeyr. Yazıram. Səma. Səmanı yazmışam mı? Bəli. Uşaqlar, ortaq olanı sadəcə bir dəfə yazıram. Deyəndə ki, hə, Səmanı yazdım. Səma var, Səma var. Səmanı mən niyə 200 dəfə deyim ki? Bir dəfə dedim, bəsdir, düzdürmü? Qurtardı. Səmanı yazmışam, bir daha yazmıram. Bir sözlə uşaqlar, birləşdirəndə biz hər bir elementi mütləq şəkildə yazmalıyıq. Və uşaqlar, ikinci dəfə yazmağa ehtiyac yoxdur. Sadəcə bir dəfə yazırıq. Aydındır bu hissəyə kimi. Bu formada təyin olunur. Gəlin bir dənə çoxluq üzərindən yazaq. Euler-Venn diaqramını da hətta qurum. Görək necə təyin olunur. Verilib, deyirəm ki, A çoxluğunun elementləri nələrdir? A çoxluğunun elementləri A bərabərdir. 1, 3, 5, 7, 9 verilib. Tutaq ki. B çoxluğunun elementləri nələrdir? B-nin elementləri 3, 6, 9, 12, nöqtə verilib. Deyirəm, aha, bunların birləşməsini yaz. Uşaqlar, baxın, birləşmə, baxın, üzü yuxarı U vəziyyətində. Bax, kəşfmə üzü aşağı idi, birləşmə üzü yuxarı. Bunlar dəyişik salmayın. Bu oldu bizdə birləşmənin işarəsi. Qayda dəftərinizə də yazın. Bu bərabərdir. Sırazı yaza bilərəm, amma sırazı yazmıram. Euler-Vennimi qurum, sonra. Deyirəm ki, bu oldu bizim bir çoxluğumuz, bu oldu digər çoxluğumuz. A çoxluğunu, bu B çoxluğu. A-nın elementləri 1, 3, 5, 7, 9. Uşaqlar, birinci ortaqlara baxıram, ortaya yazacaqlarıma. 3 ikisində də var. 6 yoxdur, 9 ikisində də var. Aha. 9. Başqa ortaq varmı? Xeyr, yoxdur. Deyirəm, aha, sadəcə A hissəsində olanlar. 3 ilə 9 urcək dərsindən götürüb yazmıram. Çünki urcək A-nın içində var. Deyir, 1, 5, 7. 1, 5, 7. Sadəcə B-də olanlar hansılar oldu? 6, 12. 6, 12. Qurtardı uşaqlar. Məndən kəşfməsini istəsə, kəsişdir. Kəsişmə işçinin də ortağı 3, 9 yazacaq. Birləşməsini istəyirsə, onda bütün elementləri yazmalıyam. Hamısını mütləq şəkildə. Yazıram 1, 5, 7, nə varsa yazıram 3, 9,
6, 12. Qurtardıq uşaqlar. Baxın, həmçinin buradan da götürəndə 1, 3, 5, 7, 9. Hə, 3 ilə 9-u təzədən bir dəfə də yazmadım. Sadəcə bir dəfə yazdım, kifayətdir. İkinci dəfə yazmırıq. 6, 12-ni də yazdıq, qurtardıq. Aydın uşaqlar bu isə bu oldu bizdə çoxluqların birləşməsi. Və uşaqlar, siz mənə deyin görüm, A birləşdirin A bizə nəyi verəcək? A-nı birləşdirin. Elə A-nın özünü. Çünki uşaqlar onsuz da işlində də eyni eləməkdir. Bir dəfə A-nı yazsam kifayət edir. Digərləri o birisi A-ya baxanda deyəcəm, hə bu yuxarıda var, bu yuxarıda var, bu yuxarıda var. Bəs uşaqlar, siz mənə deyin görüm. B alt çoxluğudur A-nın olarsa. A birləşsin B bizə nəyi verəcək? Bir daha buna baxmamışdı əvvəl. A kəsişsin. B bizə nəyi verirdi? Keçən dərsimizdə demişdik. Əgər B A-nın alt çoxluğu idisə, A kəsişsin B nəyi verirdi? B-ni. Düzdür. Gəlin bir dənə. Bunu bir dəfə də uşaqlar yuxarıdan yazacağım. Çünki burada aşağıya düşüb. Beşə bir dənə eylərdən nə izah edeyim? Səbəbi niyə? Bir dəfə də A kəsişsin B-ni də yazacağım. A birləşsin B-ni də. Verilib. Əgər deyir ki, B alt çoxluğudur A olarsa, A kəsişsin B-ni tap və A birləşsin B-ni tap. İkisini də tapın. Bu bərabərdir. Bu bərabərdir. Bunu dünən demişdik. Deyirəm ki, B alt çoxluğudur. Yəni B A-nın içərisindən götürülüb. Belə idi. Düzdürmü eylir benimiz? Deyirəm, aha, bunların kəsişməsi ikisində də olanlar hansılardır? İkisində də olanlar B hissəsinə düşənlər. Bəs uşaqlar birləşməsi nədir? Birləşməsi bizdə bunun böyüyünü, böyük çoxluğu verir. Yəni A çoxluğunu. Səbəb niyə? Uşaqlar A-nın içində eləmək çoxdur da. B-nin sadəcə ondan bir neçədənsini götürmüşük, düzdürmü? Deyirəm ki, A-nı yazdım. Uşaq mən B-ni yazanda, B-nin elementi deyirəm, hə A-da var, A-da var, B-dən içini yazmıram da, düzdür? Elə A-nın özünü verir deyə bilərikmi? Birləşməsi böyük çoxluğu A-nın özünü, kəsişməsi isə B-ni verəcək. Bəs uşaqlar, A kəsişsin boş çoxluq bizə nəyi verirdi? Boş çoxluğu səbəb niyə? Kəsişmə nə idi? Ortaq elementlər. Dünən keçmişdik. Ortaq element olmayacaq kəsişmədə. Bəs birləşməsi nəyi verir bizə? A birləşsin boş çoxluq bizə nəyi verirdi? Birləşmə A-nı. A-nın bütün elementlərini yazanda görəcəyik ki, hə, boş çoxluqdan öncə heç nə yazmırıq deyə elə A-nın özünü verəcək. Bu formada təyin olunur. Gəlin indi misallar üzərindən baxaq, görək hansı formada təyin edirik. Misallara baxaq, görək necədir misallarımız. Səhifə 12-də qaydamız idi. Səhifə 13-də suallara baxaq. 7-ci sualda bizə nə deyir? Uşaqlar, mən buradan sualları oxuyuram. Kitab məndə hal-hazırda əlimdə yoxdur deyə sadəcə suallara baxıram. Verilmiş çoxluğun birləşməsini yazın və elementlərin sayını tapın. Aha, verilib A çoxluğu. A bərabərdir. 4, 5, 6, 7. B bərabərdir. 1, 3, 4, 7, 9. Bir dənə bunu yazaq. Bir dənə də variantını yazın bunun uşaqlar. A bərabərdir. 1, 3, 5. B bərabərdir. 1, 3, 5, 7. 7. Deyir ki, verilmiş çoxluğun birləşməsini yazın və elementlərin sayını tapın. Aha, element sayını tapaq. Deməli, bu ikisinin birləşməsini. A birləşsin, B. Eylərlərini də çəkə bilərsiniz, problem yoxdur. Birləşməsini tapanda birinin elementlərin tam yaz. Ya A-nı yaz, ya B-ni yaz. Fərq eləməz uşaqlar. Deyirəm,
4, 5, 6, 7 A-nı yazdım. İndi B-nin elementlərinə baxıram. 1 yazmışam mı? Xeyr, yazdım. 3 yazmışam mı? Xeyr, yazdım. 4 yazmışam. Yazmıram. Hər bir elementi yalnız və yalnız bir dəfə yazırıq. 4'ü yazmıram. 7'ni yazmışam. Bəli yazmışam. 9'u yazmamışam. 9'u yazırım. Qurtar. Deyir birləşməsini. Tapdım. Və deyir ki, alınmış çoxluğun element sayını tap. Yəni neçə elementdən ibarət olacaq? 1, 2, 3, 4, 5, 6, 7. 7 də elementdən ibarət olacaq. Və hətta uşaqlar bunu kitablarda belə də deyirlər. Məsələn, sözlə demir ki, element sayını tap. Deyir ki, n A birləşsin B-ni tap. N nədir? N, yəni içindəki elementlərin sayını. Yəni, tapdız birləşmə nədir? Element sayı neçə edəcək? N sayı göstərir. Ya 9 dedim. 1, 2, 3, 4, 5, 6, 7. 7 demişiymiş. 7. Şu. Element sayı oldu 7. Məsələn, belə də verilir. NA. Yəni, A'dakı elementlərin sayı. N sayı göstərir. 1, 2, 3, 4. 4 dənə. Şu. Qurtardı. Bu formada təyin olunur. Gəlin indi bu suala baxın. Uşaqlar, A'nın elementləri nələrdir? 1, 3, 5. B'nin elementləri nələrdir? 1, 3, 5, 7. Onda uşaqlar, belə bir şey deyə bilərəm. A alt çoxluğudur B-nin. Səbəb niyə? A-nın bütün elementləri B-də var. Düzdür? A B-nin alt çoxluğudursa, A birləşsin B bizə nəyi verəcək? B-ni. Səbəb niyə? Gəlin bir dəfə də yazaq. Eylərlə yazıram. Bax, bu oldu bizim. B çoxluğum hansıdır? B. Birləşmə böyük olan çoxluq verir. Kəsişmə kiçik olan çoxluğu verir. A'nın elementləri də A. Burada. A'nın elementləri hansıdır? 1, 3, 5. 1, 3, 5. Aha. Nəyi yazmadıq B'nin içində? Bax, B'nin içində 1, 3, 5 yazılıb. Bir də 7 yazılmayıb qırağında. A'nın A hissəsində kənarda yazıram. Amma B'nin içərisində də olur. 7. Deyirəm, aha, bunların kəsişməsi nə olacaq? Hələlik kəsişməni deyirəm. Kəsişməsi ikisində də ortaq olan 1, 3, 5. Birləşməsi nə olacaq? Birləşdirəndə elə B-nin özünü verəcək. 1, 3, 5, 7. Yəni B-nin özü. Bu formada təyin olunur. Keçirik növbəti sualımıza. Görün növbəti sualımızda bizə nə deyir? C variantını uşaqlar sözünü həll edin, tətbiq edin. İki əliniz öyrəşsin. C variantı sizə qalır. C variantını yazırsınız özünüz. Keçirəm 8-ci suala. Deyir ki, Euler-Venn diaqramına görə AB və A birləşsin B çoxluğunu yazın. Aha, yazaq. 2 dənə variantı yazacağım uşaqlar mən. Yazacağım hansı variantı? A-la C-ni. B-ni sözünüz. Nə deyir bizdə? B. S. M A R I A. Aha, tamam. Bir daha bir C variantında yazmış olar. N R U Y. A, B, C. Yazıq. İndi deyir ki, A, B və A birləşsin B çoxluğunu yaz. A çoxluğunun elementləri. Birinci A-dan başlayıram. Yuxarı hissəni işləyirəm uşaqlar. A çoxluğunun elementləri A dairəsinin içində.
Bax, A-nın içində nə görürsən? S, D, M, A. A-nın dairəsinin içərisində S, D, M, A. Qurtardı. B dairəsinin içərisində nə görürsən? B-nin içində nə görürəm? M, A, R, I, Ə. M, A, R, I, Ə. Bu formada bu hissəyə kimi yazdım. İndi bir də deyir, birləşməsini tap. Yazaq. Birləşmə deyəndə hamısını yazmalıyam. Hamısını götürüb yazıram. S, D, M, A, S, D, M, A, R, I, Ə, R, I, Ə. Qurtardı uşaqlar. Bu formada təyin edirik. Bu oldu belə. Keçirik növbəti bəndə. C variantına. C variantında deyir. A çoxluğunun elementləri hansılardır? A bərabərdir. N, U, R, Y. N, U, R, Y. B çoxluğunun elementləri hansılardır? A, B, C. Aha. A birləşsin, B nədir? Hamısını yazılmış olar. Həm A-nın içindələri, həm B-nin içindələri. N, U. Çünki ortaq bir element yoxdur burada. Kəsişməsi boş çoxluqdur uşaqlar. Heç bir ortağı yoxdur bunlar. Birləşməsi amma hamısı nəzərdə tutulur. Aydın uşaqlar. Bu formada təyin edirik. Misalımız olur belə. Keçirik növbəti sualımıza. Növbəti bəndə. 9-cu suala. Deyir ki, A birləşsin B çoxluğunu yazın və elementlərin sayını tapın. Aha, yazaq. Verilib bizə. Verilib bizə. Nə deyir? Bir dəfə baxaq, bir daha baxaq. A birləşsin B çoxluğunu yazın və elementlərinin sayını tapın. A variantında A bərabərdir N, A, R. B bərabərdir E, L, A, N. A variantı oldu bu. B variantına. Yaz, C variantını da yazıram uşaqlar. A bərabərdir U, R, A, N. B bərabərdir T, A, R. Aha. Deyir ki, bunların birləşməsini yaz. A birləşsin B. Bərabərdir. Birinin çoxluğunu tam yazıram. N, A, R. E yazmışam mı? Xeyr, yazdım. L yazmışam mı? Xeyr, yazdım. A yazmışam mı? Bəli, var, yazmıram. N yazmışam mı? Bəli, var, yazmıram. Deyir ki, yaz. Və deyir də element sayını da tap, düzdürmü? Element sayı 1, 2, 3, 4, 5. 5 dənə element var. Keçdik növbəti bəndə. A birləşsin B bərabərdir. U, R, A, N. Birini yazdım. T-ni yazmışam. T-ni yazmamışam, yazdım. A-nı yazmışam. Bəli, yazmışam. R-i yazmışam. Bəli, yazmışam. Yazmıram. Bir dənə T-ni yazıram. Qurtarım. Element sayı 1, 2, 3, 4, 5. 5 dənə element var. Bu formada təyin olunur. Keçirəm 10-cu suala. 10-cu sualda bizə nə deyir? 10-cu suala baxaq. Sual. 10-cu sualda bizə deyir ki, Euler Venn diaqramına görə fikrin doğru və ya yanlış olduğunu müəyyənləşdirin. Aha.
S, A, M, I. A variantını oxuyuram. S elementi A birləşdim B çoxluğuna daxildir. Düzmü deyir? Bəli, daxildir. Birləşməsində onsuz da hamısını yazsam, deyir ki, S də daxildir. Bəli, A variantı doğru. B variantı R elementi A birləşdim B çoxluğuna daxil deyil. Uşaqlar, birləşməsinə hamısı daxildir. Yəni R var, R də daxildir. Daxil deyil deyir. Burada səhv, yanlış. C variantı R elementi A keçsin B çoxluğuna daxildir. Bəli, kəsişməsi nədir uşaqlar bunların? İkisində də ortaq olan. Nədir? R deyir, R daxildir. Bəli. C variantını özünüz, D variantını özünüz oxuyun, fikirləşin uşaqlar. Keçirəm 11-ci suala. 11-də bizə nə deyir? Birinci sualda deyir ki, 30-dan kiçik cüt ədədlər çoxluğu ailə. Normalda uşaqlar, sualı mən ömründə tam oxuyan deyiləm. Prosto sizin üçün tam oxuyuram ki, siz bəzən özünüz də tələsirsiniz, oxuyursunuz. Tələsik vəziyyətdə məsələni oxumaq olmaz. Qısa-qısa, müəyyən bir hissəsini oxuya-oxuya işləməliyik. Deyir ki, 30-dan kiçik cüt ədədlər çoxluğunu A ilə, 30-dan kiçik və 3-ə bölünən ədədlər çoxluğunu B ilə işarə edin. Bu çoxluğu yazın. Euler-Venn diaqramını istifadə edərək A birləşsin B çoxluğunun elementlərini müəyyən edin. Bu çoxluğun elementlərinin sayını tapın. Aha. İndi təzədən başlayıram oxumağa. Hissə isə oxuya-oxuya işləyirəm. 30-dan kiçik cüt ədədlər çoxluğunu A ilə. Nə deyir? 30-dan kiçik, 30-dan balaca cüt ədədlər. Hansılardır uşaqlar? Cüt ədədlər nə idi? 2-yə bölünən ədədlər, düzdür? Cüt ədədlər 2, 4 cüt ədədlər deyir yaz və 30-dan kiçik olsun. 4, 6, 8, 10, 12. Bunlar hamısı 30-dan kiçikdir. 14, 16, 18, 20, 22, 24. Aha, heç olmasa biraz 20-dən kiçik deyərdim də. 26, 28, nəysə. 28-dən sonraki cüt ədədim 30-dur. 30-un özü də 30-dan kiçik deyil. 30-u yazmıram. 28. Qurtardım. Keçdim ardını oxuyuram. Nə deyir? 30-dan kiçik və 3-ə bölünən ədədlər çoxluğunu B ilə. 3-ə bölünən ədədlər hansılardır? 3, 6, 9, 12, 15, 18, 21, 24, 27, 30, 30 ama özü 30'dan normalda 30, 33, 36, 39 bunlardır 3'ə bölünən ədədlər. Amma sizdən 30'dan kiçik istəyir deyə burada saxlayıram. Qalsın burada. Və deyir ki, Euler-Venn diaqramını istifadə etməklə, aha, deyir Euler-Venni çək. Çəkək. Xeyli ədəd yazısıq uşaqlar. Nə qədər böyük çəksək, bir o qədər xeyri məzədir ki, ədədlərimiz qəşəng görsənsin səliqəli. A, B. İndi burada ortaq olanlar, içində də olanlar hansıdır? 6, 12, 18, 24. İkisində də ortaq olanları ortaya yazıram. 6, 12, 18, 24 yazdım. Sadəcə adı olanlar 2, 4 yazmadıqlarımı yazıram. 4, 8, 10, 14, 16, 20, 22, 26, 28, 26, 28. Yazdım. Keçdim. B'nin içərisində olanlar 3, 9, 15. 3, 9, 15. 21, 27. 21, 27. Aha. Deyir Euler-Venni çək və bunların birləşməsini yaz. Birləşməsini istəyirdi də. A birləşsin B çoxluğunun elementlərini müəyyənləşdir və bu çoxluğun elementlərinin sayını tap. A birləşsin B.
Bu bərabərdir. Hamısını yazıram uşaqlar. Yəni, bir də içərisini yazmıram mən. Bir şifahi deyim. 2, 4, 8, 10, 14, 16, 20, 22, 26, 28, 6, 12, 18, 24, 3, 9, 15, 21, 27. Hamısını yazırsınız. Və deyir ki, bir də sayını tap, elementlər sayını tap. N, A birləşsin B. 1, 2, 3, 4, 5, 6, 7, 8, 9, 10, 11, 12, 13, 14, 15, 16, 17, 18, 19. 19 tane element var. Qurtardıq. Bu formada təyin olunur. Keçirəm 12-ci sualı da uşaqlar siz üçün işləyirəm. Görək 12-ci sualda bizə nə deyir? Diqqətlə baxaq. Uşaqlar mövzunu bəyənsəz, bəyənməyi və abunə olmağı, şərh yazmağı unutmayaq. Aha. 13-cü sualda nə deyir? Bir rəqəmli tək edilər çoxluğunu T ilə. Bir rəqəmli tək edilər hansılardır? 1, 3, 5, 7, 9. T ilə. Bir rəqəmli cüt edilər çoxluğunu C ilə. Bir rəqəmli cüt. 8-dən sonra 10 gəlir. 11 rəqəmli deyil. 2 dənə rəqəm var. Bir rəqəmli mürəkkəb edirlər çoxluğunu M ilə. Mürəkkəb ədəd nə idi? 1 və özündən başqa bir böləni varsa. Sadə ədəd sadəcə 1 və özünə bölünürdü. İndi bir rəqəmli mürəkkəb ədədlər çoxluğu. Gəlin bütün ədədləri yazım. 3, 4, 5, 6, 7, 8, 9. 1 nə sadədir, nə mürəkkəb. 2 sadədir. Səbəb niyə? 1-ə və 2-yə bölünür. Başqa bir böləni yoxdur. 3 sadədir. 1-ə və özünə bölünür. 4, 1 və 4-dən başqa 2-yə bölünür. Deməli mürəkkəb. 5, 1-ə və 5-ə bölünür. Başqa yoxdur. 6, 2-yə 3-ə bölünür. Mürəkkəb. Keçdik. 7, 1-ə və 7-yə bölünür. 8, 2-yə bölünür, 4-ə bölünür, mürəkkəb. 9, 3-ə bölünür, mürəkkəb. Bunu da yazın. M ilə işarə edin. Bu çoxluğun elementlərini yazın. Yazın. Birinci addım tam. Birinci addım yazdıq. Keçirik ikinci addıma. Əməllərə uyğun çoxluqları yazın və elementlərin sayını tapın. Aha. Şunlar 2 dənəsini mən yazacağım. Bu seçimi yazmışam. Qalanlarını özünüz. A variantında. C birləşsin T-ni istəyir. D variantında D-ni yazıram. C kəşsin M-i istəyir. Sadə sualdır. Bununla bunun birləşməsi. Uşaqlar, bunlar bir-birinə ortaq bir elementi yoxdur, kəşməsi yoxdur. Deməli, hamısını yazmalıyım. 1, bax, C ilə T-yə baxıram, M-ə baxmıram. C ilə T-ni deyir. 1, 3, 5, 7, 9, 2, 4, 6, 8. 2, 4, 6, 8. Çıx, qurtardım. C ilə M-in kəsişməsi. İkisində də olan 4, ikisində də olan 6, ikisində də olan 8. 4, 6, 8. 8 şey qurtardı uşaqlar. Mövzumuz bu qədər. Sağ olun uşaqlar, növbəti dərsimizdə görüşərik. Sağ olun.